Bu günlərim mən sizə deməli adi kəsrlər üzərində əməllər öyrədəcəm. Adi kəsrlər haqqında biraz məlumat verim. Yəni adi kəsrlər A bölünsün B şəklində olan kəsrə deyilir. Necə? Biz burada əsas önəmi nəyə veririk? Burada şərtdə qəbul edirik ki, A ola bilər ki, olsun bir tam ədəd. Tam ədədləri daxildir. Tam ədədlər demişik də, tutaq ki, mənfi ədədlərdir, həmçinin mənfi sonsuzluqdan, ola bilər mənfi 4, mənfi 3 və yaxud, yəni sonsuz sayda mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4 və s. və yaxud müsbət sonsuzluğa qədər davam edir. Yəni, surət, deməli, A-ya biz deyirik surət, A-mız olur surət, deməli, B-miz olur məxrəc, məxrəc. Deməli, diqqətlə baxaq, burada, yəni, B məxrəcdir, B isə natural ədədlər. B-də biz natural ədədlərdə nə demişik? Natural ədədlər çoxluğu birdən böyük tam ədədlər nəzərdə tutulur, yəni müsbət tam ədədlər. Buna isə biz deyirik ki, natural ədədlər sonsuz saydadır. Yəni məxrəc natural ədəd şəklində olmalıdır. Yəni biz buna A bölü B şəklində, buna biz adi kəsir deyəcəyik. Bu şəkildə deməli, indi adi kəsirlər üzərində bir neçə əməl var. Mən o əməlləri sizə xatırladım. Adi kəsirlər üzərində biz toplam əməliyyatı yerinə yetirə bilərik. Baxaq, kəsirlərin toplanması əməliyyatı, toplama əməliyyatı. Toplama əməliyyatını nə edirik? Tutaq ki, yazıram, əgər belə bir şey yazıram, tutaq, yazıram 7 üzərinə gəlinsin 4də 1. Bunun bu kəsirdə görürük ki, 4də 1 kəsirində tam hissə yoxdursa, deməli o 0 tamdır. 7-nin üzərinə 0 gələndə olur 7 tam 4də 1. Və yaxud tutaq ki, 3 üzərinə gəlinsin 4 tam 12də 1. 3-ün üzərinə 4 gələndə 7 olur 7 tam 12də 1. Bu yəni tamları 1 toplayırıq. Bu sonra yaza bilərik 4 üstə gəlinsin 2 tam 3də 1. Yenə nə olacaq? 6 tam 3də 1. Deməli, tamlar həmişə, hər zaman tamlar toplanılır. Bəzən yəni toplam əməliyyatında bunlara fikir vermək lazımdır. Bəzən belə bir şeylərdir. Yəni daha sadə yollara baxaq. Əgər kəsrin məxrəcləri eynidirsə 7 tam 12də 1. Üzərinə gəlinsin 5 tam, tutaq ki, yazıram 12də 5. Baxın, bu kəsirləri toplayanda tamları bir toplayıram. 7 ilə 5 tamı topladıqda elədi 12 tam. Kəsirin məxrəci nə olur? 12. Sonra məxrəclər olduğu kimi qalır, yazılır məxrəci. Sürətlər isə 1-in üzərinə 5-i nə edirəm? Gəlirəm. 1 üzərinə gəl 5. Bərabərdir 12 tam 12də 6. Baxırıq ki, bu kəsirdə 12 və 6 6-ya ixtisar olunur. Burada qalır 1, digərində qalır 2. Olur 12 tam 2də 1. Bu şəkildə, yəni kəsirlər toplanılır. Yəni, əgər məxrəclər 14 tam 9-a 1 üzərinə gəlinsin 5 tam 9-a 3. Burada da adi qaydın, əgər məxrəclər eynidirsə, 14-ün üzərinə 5 gəlirəm, 19 tam, məlumdur da tamları bir toplayıram. 9-da 1-in üzərinə 9-a 3 gələndə məxrəc olduğu kimi qalır, 1-in üzərinə 3 gəldikdə sürətləri neyirəm, toplayıram. Olur 9-da 4. 19-un da üzərinə 9-a 4 gəldikdə 19 tam 9-da 4. Elə siz bunu birbaşa da yaza bilərsiniz. 14-ün üzərinə 5 gələndə 19 tam 19 tam 9-a 4 şəkildə ixtisar da olunmur, bu şəkildə də saxlanılır. Belə. Daha sonra bizim əsas adi kəsirlərin toplanmasında baxdığımız məqamlardan biri və ya daha maraqlısı
bu şəkildə ola bilər. Tutaq ki, yazıram ki, tam olmadığında, yəni 5 tam 3'də 1 üzərinə gəlinsin 4 tam 3'də 2. Belə olan halda 5'in üzərinə 4 gələndə 9 tam 3'də 3. İndi diqqətlə baxın. 3'ü 3'ə böldükdə nə alırıq? 3 3'ə böldükdə 1 alınır da. Bu zaman 9 tamın da üzərinə 1 tam gələndə edir 10 tam. Yəni bəzən belə suallarda imkan daxilində diqqətli olmaq lazımdır. Daha sonra biz kəsrin ixtisarına da baxaq. Kəsrin ixtisarı. Hansı kəsri ixtisar eləmək olar? Kəsrin ixtisarı. Kəsrin ixtisarı zamanı kəsrin surət və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə bölə bilərik. Yəni, burada alınacaq x bölünsün y şəklində. O zamana kimi ki, x ilə y qarşılıqlı sadə olsun. Qarşılıqlı sadə, yəni ortaq bölənləri 1 olsun. Baxaq, tutaq ki, yazıram 20-də 12. 20 və 12-ni mən tam ixtisarda eləyə bilərəm hissə-hissədə. 20 və 12 isə hər ikisi eyni anda nəyə bölünür? 4-ə. Yəni, əboblarını axtarmaq lazımdır ki, ən böyük ortaq bölənlər 4-dür. 12-ni 4-ə bölürəm 3. 20-ni 4-ə bölürəm 5. Olur 5-də 3. Yəni, bizim şagirdlərimizin çətinlik çəkdiyi məqamlardan biri ixtisar. İxtisara diqqət eləmək lazımdır. Daha sonra 36-da 18. Biz bunu ixtisar tam ixtisarda 18'ə bölə bilərik. Burada 1 qalar, burada nə qalar? 2. Oldu 2'də 1. Yəni 36'da 18'dən 2'də 1 əslində eyni kəsirdir. Lakin biz bunu tam ixtisarla elədik. Misal üçün 36'da 18'i başqa cür necə ixtisar? 3'ə ixtisar aparsam 18'i 3'ə böləndə 6, 36'nı 3'ə böləndə 12. Oldu 12'də 6. Dağ ki 2'yə bölürük. 2'yə bölsək 3, burada qalacaq 4. Oldu 4'də 3. 6'da 3. 6'da 3. Çünki 12'ni 2'yə böləndə 6 edir. 6'da 3 kəsirində sürət və məxrəci 3'ə bölsək, 3'ə böldükdə sürətdə 1, məxrəcdə 2. Bərabərdir 2'də 1. Yəni, bu birinci elədiyimiz ixtisar, dairəyə aldığım bu tam ixtisar adlanır. Digəri isə diqqətlə baxsanız görərsiniz ki, bu hissə isə nə olur? Hissə ixtisar olur. Mən bunu izah eləmişəm dərsdə də baxa bilərsiniz. Daha sonra deməli biz bu günlərim adi kəsrlərin hələ ki toplanılmasına baxaq. Yəni bizim bu məqamda problemimiz qalmasın. Necə? Deməli yazarıq tutaq ki 15'də 1 üzərinə gəlinsin 12'də 7. Baxın, bu cür kəsrlərdə toplama əməliyyatını aparmaq üçün məxrəclər müxtəlifdir. Biz bunun məxrəclərinin əkobunu tapırıq da bildiyimiz kimi. Yəni əkob hər kəs adi qayda ilə tapır. Amma ən gözəl üsulu 15 və 12'yə bölünən, sadə də olsa, mürəkkəb də olsa bizim üçün fərq eləmir. 15'i 12'yə bölünəndə 3'ü götürərəm də. 3'ü götürsəm burada qalır 5, aşağıda 15'i 3'ə böləndə 5, 12'ni 3'ə böləndə 4. 5 və 4 ardıcı ilə qarşılıq sadə ortaq böləni yoxdur deyə 5'i vururam 4'ə 20, 20'ni də gətirib 3'ə vururam. 20'ni 3'ə vurduqda nə edəcək? 60. Aha, 60 məxrəci təyin elədi. 60'ı 15'ə böldükdə neçə eləyir? Baxın, bu birinci kəsirin məxrəcinə bölünür. 60'ı 15'ə böldükdə 4. Birin üzərinə mən nə yazıram? 4 yazıram. 60'ı 12'ə böldükdə neçə qalır? 5. 7'nin üzərinə 5 yazıram. Daha sonra o aldığım 4 və 5'i uyğun olaraq 4 birim 4 sürətdə yazıram. Üzərinə 5 yedim. Ortada işarə pirusu olduğuna görə 5 yedimdə 5 yedim 35. Bərabərdir alındı. Bərabər qoyuruq. 60'da 39. Biz buradan baxırıq ki, 3'ə bölünmə əlamətinə görə rəqəmlərin cəmi 3'ə bölünsün. Deməli, bu da 3'ə bölünür. 39'u 3'ə böləndə 13, 60'ı 3'ə böləndə 20. Alınır 20'də 13. Aha, bu şəkil. Aha, beləliklə deməli biz daha sonra belə bir də misala baxaq. Tutaq ki, yazıram 24'də
7 üzərinə gəlinsin 18-də 5. Yenə həmin qayda ilə əgər 24 ilə 18 üçün mən yenə də 2-yə bölünürlər, amma ən böyüyünü tapsaq daha yaxşı. 6-ya bölünürlər deyə 6-ya bölürəm. Burada qalır 4, digərində qalır 3. 4 ilə 3 qarşılıqlı sadədir deyə 4 üçün 12 vururuq 4-ü 3-ə. Həmin 12-ni 6-ya vururuq. Edir neçə? 72. Deməli, məxrəcimiz təyin elədi 72. 72-ni 24-ə bölürəm. 3 qalır. 72-ni 18-ə bölürük. 4 qalır. 3 7. Həmin o üstdəki 3-ü sürətə vururuq. 3 7 21. Üzərinə gəlib 5 4-üm 20. Bərabərdir 72-də 41. Bu şəkildə. Yəni, başqa cür 24 ilə 18-i bu şəkildə də təyin edə bilərik. Necə? Baxın. Deməli, 24 ilə 24 və 18-i. Tutaq ki, bölümsüz bu şəkildə. 2-yə bölsəm, alınıb 12 ilə 9. Yenə bunların hər ikisi nəyə bölünür? Ortaq bölənləri 3. Qalır 4 ilə 3. 4 ilə 3-ün ortağı yoxdur deyə 4-ü çevirəm 12. Bu hissədə isə 2 ilə 3 var. 2 3-üm 6. Həmçinin biz əbobun tapılma qaydasına görə, deməli, əkobu tapanda bunların hər birinin 12-ni vuracaq 6-ya, eləyəcək 72. Əbobu bunun 6 eləyir. Əkobu isə 6 vur 12, 72. Elə əbob əkobun burada isə 12 ortaq olmayan sadə vuruqların hasilidir. Həmçinin bizim bu nəyimizi C-imizi, yəni əkobun əbobu olan nisbətində bizə təyin edir. Yəni, bu ən gözəl qaydalardan biridir. Bunu öyrənsəz xeyrincədir. Daha sonra belə bir üsuldan, indi isə tamla olana baxaq. 5 tam 13-də 5 üzərinə gəlinsin 4 tam, tutaq ki 12-də 1. Belə olan zaman 5-in üzərinə 4 gəlirəm, 9 tam. Ayrı şəkildə gəlin 13 ilə 12 əkob tapaq. 13 ilə 12-nin ortaq böləni yoxdur deyə, 1-dir deyə. Həmçinin əgər əbob ortaq bölənləri 1-dirsə, bunlar qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əkoblarını tapan zaman, yəni 13-ü 12-yə nə etmək lazımdır? Vurmaqla. 13-ü 12-yə vururuq, 156. 156 eləyir. Avtomatik 13-ə böldükdə burada 12 qalır. 156-nı 12-yə böldükdə 13. Deməli, 12-ni vururuq nəyə? 12-ni vuracaq burada deməli 5-ə. 12-ni baxın buna vururuq. Yəni bu 5-ə. 12-ni 5-ə vururuq. Yəni tamın 5-nə yox. Tamın 5-ə ayrıdır. Biz sürətdəki 5-ə vururuq. 12-ni 5-ə vuranda 60. Üzərinə gəl. 13-i 1-ə vuranda 13. Bərabərdir. 9 tam 156-da 73 olduğunu təyin eləyə bilərik. Daha sonra başqa bir halına baxaq. Birində izah verim ondan. 12 tam 14-də 13 üzərinə gəlinsin 15 tam 21-də tutaq ki 11. Bu şəkildə olan hallara baxanda yenə 14 ilə 21-in hər birinə bölünədə 7-ni təyin edirəm. 7-ni götürsək, burada 2 qalacaq, burada 3. 2 ilə 3-ün ortağı yoxdur deyək. 2 3 6, 6 7 42. Deməli, məxrəci tapdıq 42. Tamları toplayaq. 12-ni 15 topladıq, 27 tam. Sonra kəsr hissələrdə toplayanda, yəni biz birbaşa heç pirusa ehtiyac olmadan da birbaşa tam yazıb məxrəci təyin edirəm ki 42-dir. 42-ni 14-ə böldükdə 3 alırıq. 42-ni 21-ə böldükdə 2 alırıq. Buradan 3-ü 13-ə vurduqda 39, üzərinə gəlinsin. 2-ni 11-ə vurduqda 22. Yəni, alacaq ki, 27 tam 42-də 61. Bu şəkildə olanda görürük ki, bu düzgün olmayan kəsirdə. Yəni, sürət məxrəcdən böyükdür. Belə bir məsələ var, başımdan böyük danışmır. Əgər belə olan təqdirdə nə edirik? 42-də 61 deyilmi? 42-də 61. Biz bunu 61-i 42-yə bölürük. Yəni, mən bunu yaşıl rəngdə göstərəcəm sizə. 42-ni 61-ə bölən zaman, baxın, bu hissədə bölürəm. 42-ni 61-i bölürəm 42-yə. 61-i 42-yə böldükdə
42'yə böldükdə 1 tam düşür 42. 61-dən də 42 çıxdı da 19. Olur 1 tam 42'də 19. 27'nin üzərində 1 tam var axı. 1 tamı gəlirəm olur 28 tam 42'də 19. Buna aid bir nümunədə yazaq. Deməli, olsun belə bir şey. Yəni, bu düzgün olmayan kəsir asan bir şeydir. 5'də 17 yazmışıq, tutaq ki, eləmi? 17-ni 5'ə bölürəm. 5'ə böldükdə tutaq ki, 3 dəfə 15, qalıqda qaldı 2. Olur neçə tam? 3 tam. Qismət 3 olduğuna görə 3 tam məxrəc olduğu kimi yazılır. 5'də qalıqda nə qalır? 2. Yəni, bu şəkildə biz bunu qarışıq ədəd. Bu düzgün olmayan kəsir idi. Bunu çevirdik qarışıq ədədə. Tam hissə və kəsir hissə. Tam hissəmiz 3'dür, kəsir hissəmiz 5'də 2'dir. Deməli, tam hissəmiz burada, tam hissə hər zaman bizdən soruşulanda kəsirli ifadələrdə belə tapılır. Tam hissə 3'dür, tam hissə 3'dür, kəsir hissə isə olacaq 5'də 2. Bu şəkildə. Tam və kəsir hissəni təyin eləmək üçün. Daha sonra yaza bilərik, belə bir misal yazaq. Yazarıq 15'də 13 üzərinə gəlinsin 21'də 19. Aha. Belə olan təqdirdə 15 ilə 21'in yenə həmin qayda əkobunu tapmaq. 3'ə bölünürlər deyə qalır 5 ilə 7. Ortağı yox deyə 5, 7, 35. 35'i 3'ə vurduqda edir 105. Deməli, əkob 105. 105'i 15'ə böldükdə 7 alınır. 7. 105'i 21'ə böldükdə alırıq neçə? 105'i böldükdə alırıq 5. İndi 7'ni 13'ə vururuq. 91. Üzərinə gəlib 5'i 19'a vururuq. 95. Buradan da alırıq deməli 105'də 186. Görürük 186'dır. 105'də 186 düzgün olmayan kəsirdir. Çünki surət məxrəcdən nədir? Böyükdür. Bu zaman 186'nı 105'ə bölürük 1 tam. Məxrəc olduğu kimi qalır. 186'dan da 105 çıxanda qalıqda nə qalır? 81. Aha, ixtisarımıza baxaq. 81 və 105 3'ə bölündüyünə görə biz bunu 3'ə bölürük. Bu yuxarıda qalır 27, aşağıda qalır 35. Bərabərdir 1 tam 35'də 27 şəklində yaza bilərik. Yəni cavab tutaq ki, siz almışsınız 1 tam 105'də eşitad 1 deyəsiniz yoxdur. Xeyr, ixtisara baxmaq lazımdır. Əgər ixtisarda düzgün olunubsa, cavab doğru alınacaq. İndi baxaq nəyə? Adi kəsirlər üzərində bir başqa əməl isə çıxma əməli. Adi kəsirin çıxılması. Adi kəsiri çıxan zaman belə bir qaydadan istifadə edirik ki, yəni buna bir dənə baxaq. 5 çıxılsın 3 tam 4'də 1 yazmışam. Mən 5'i 1 tam azaldıram. Gördünüz orada 10 tam 3'də 3 alınmışdı. 3'ü 3'ə böldük. 1 tamın üzərinə gəldi. İndi bu 5'də mən bunu yazaram 4 tam. 5'i bir vahid azaldaram. 4'dir. Məxrəci digərinin 4 olduğuna görə bunu 4'də 4 şəklində yazıram. Çünki məxrəclər eyni olanda eyni məxrəci kəsirləri toplamaq və çıxmaq olar. Bu zaman 4'dən 3 çıxanda 1 tam 4'də məxrəc olduğu kimi qalır. Sürət 4'dən 1 çıxıram. Nə qalır? 3. Bu şəkildə hesablanır. Daha sonra baxaq. Yazıram tutaq ki tutaq ki yazmışam 3 tam 12'də 7 çıxılsın 5. Və 5 olmasın, tutaq ki olsun 1 tam. Burada baxıram 3'dən 1 çıxan zaman eləyir bu. Burada belə deyək. Amma bu şəkildə əgər tam hissələr bir-birindən böyüdürsə, tam tərsinədirsə, olacaq burada böyüdən kiçiyə çıxacam. Olacaq 3'dən 1 çıxanda 2 tam 12'də 7. Lakin əgər mən yazsam 11 çıxılsın 6 tam 13'də 2,
Bu zaman 10'u bir vahid azaldıram. Olur 11'i bir vahid azaldıram. Olur 10 tam. Məxrəci nədir? Digərin 13. 10 tam 12'dən 13. Çıxılsın 6 tam 13'də 2. Olacaq. Deməli 4 tam 13'də 11. Niyə belə yazırıq? Deməli biz qaydamızda demişik ki, məxrəcləri eyni olan kəsirlər toplamaq və çıxmaq olar. Lakin məxrəc olduğu kim qalır? Sürətlərdə toplamı, əgər əməl toplamı ilə verilibsə, kəsirlərin toplaması da sürətlər toplanır, çıxılması çıxılır. Yəni, belə deyək, 13'də 7'dən çıxıram, 13'də 2-nə, 13'də 2-nə. Nə edirəm? Məxrəc olduğu kimi qalır. 7'dən 2 çıxdıqda nə edir? 5. Bu şəkildə. Sonra yazıram 5 tam 17'də 4. Çıxılsın 1 tam 17'də 1. Yenə tamları 5'dən 1 çıxıram. Olur 4 tam. 17'də 4'dən 17'də 1 çıxanda 17'də 4'dən sürətlər nədir? 1. 4'dən 1 çıxıram 17'də 3. 4 tam 17'də 3 şəklində yazılır. Daha sonra biraz mürəkkəblərinə baxaq. 12'də 11 çıxılsın. 18'də tutaq ki 5 yazıram. Bu kəsirlərdə nə etmək lazımdır? Bu kəsirləri yazan zaman 12 ilə 18'ə əbobda tapdığımız qaydının 12 və 18'ə biz nəyə götürə bilərik? Tutaq ki götürüm ki 6'nı. Bu zaman 2 və 3 qalır. 2, 3'üm 6, 6'ını da 6'ya vuram 36. Deməli, məxrəc nədir? 36. Məxrəc 36-dırsa, biz burada 36'nı 12'yə böldükdə 3 qalır. 18'ə böldükdə 2. 3'ü 11'ə vuranda 33. Çıxılsın, ortada işarə çıxmadır axı. 2 5'imdə 10. Qalacaq 36'da 23. Bu şəkildə. Sonra bəzən məsələ tipindən asılı olaraq belə bir tapşırıq ola bilər ki, tapşırığımız bu şəkildədir. Tapşırıq ola bilər ki, yazılsın 17 tam 19'a və yaxud da 18'ə 3 çıxılsın 8 tam 14'də tutaq ki 11. Aha. Bu olan təqdirdə biz nə edirik? Biz adi qaydada yadımızdan çıxmasın tamları tamlardan çıxırıq. Yəni 17'dən çıxırıq 8 tamı. Üzərinə gəlirəm. 18'də 3'dən də 14'də 11'ə çıxıram. Aha. Bu qaydada 17'dən 8 çıxdıqda 9 tam. Bu olduğu kimi qalır. Lakin bunları da hesablamanı aparsaq 18'də 3'dən 14'də belə çıxan zaman 18 və 14'ün əkoban hesablayırıq. Bunu da öyrətdim hansı qayda ilə 18 və 14. Tutaq ki 2'yə bölündə 9 ilə 7. 9 ilə 7'nin ortağı yoxdur. 9, 7, 63. 62'yi də 2'yə vuranda 126. Məxrəcini aldım 126. Məxrəc oldu 126. 126'nı 18'ə böldükdə alınır 7. Mən bunun rəngini istəyirsiniz dəyişim. Deməli, rahat görə biləsiniz deyə. 3'ə böldükdə 126'nı 18'ə böldükdə 7. 14'ə böldükdə isə 9 alınır. Deməli, 3, 7, 21. Çıxılsın 9'u 11'ə vuranda edir 99. Aha. Bu hissədə olur 9 tam üzərinə gəlinsin. 21'dən 99 çıxanda görürük ki, kiçikdən böyüyünə çıxırıq. Deməli, bu mənfidir. 99'dan 21 çıxırıq. Olur 78, lakin mənfi. Mənfi müsbət olur mənfi. Olur 9 çıxılsın 126'da 78. Belə olan təqdirdə mən 9'u yazıram bayaqki qayda ilə. 8 tam 126'da 126 çıxılsın 126'da 78. Bu qayda ilə alınır. Olur burada deməli. Rəngin dəyişək bunun göy rəng deyək. Deməli olacaq bu qayda ilə 8 tam yuxarıdan yazıram. 8 tam 126'da 126'dan 78 çıxanda 8, 48.
Aha, ixtisarımızı apara bilərik. Nəyə? Deməli, 3-ə ixtisar aparmaq mümkündür. Bəli. 3-ə ixtisar aparsaq, 48-i 3-ə böləndə 16, 126-nı 3-ə böləndə qalır 42. Daha sonra bunlardan nəyə ixtisar aparmaq olar? İstəsəz elə burada da ixtisar apara bilərik. Yəni ki, burada da heç bir problem yoxdur. 16-nı 2-yə böləndə 8, 42-ni 2-yə böləndə 21. Qalacaq bərabərdir. Bərabərdir. Yuxarıdan yazacaq yer çatma deyə. Belə deyim, yaşılla yazacağım. Bərabərdir 8 tam, bərabərdir 8 tam 21-də 8-ə. 8 tam 21-də 8-ə. Yəni bu şəkildə kəsirlərimiz olur. İndi yəni hələlik bu sualları yazıram və indi mən sizə misallar yazacağam. O sualları işləyib imkan daxilində dərs dediyim şagirdlər dərsə gətirə bilərlər. Dərs demədiyim şagirdlər isə 051 393 10 71 Rəman müəllim. Mənim deməli WhatsApp qrupuma Rəman müəllim. WhatsApp qrupuma bu nömrənin WhatsAppına yazıb WhatsApp qrupu əlavə edəcəm. Yəni şagirdlərimiz oradan istifadə eləyə bilsinlər. İndi mən sizin üçün həm toplanılmasına, həm də çıxılmasına aid tapşırıqlar yazacağam və siz ekranı saxlayıb dərs əsasında həmin tapşırıqları həll edib qrupa ata bilərsiniz. Qaranlıq qalan hissələri qrupda mən və yaxud da digər şagird yoldaşlarınız sizə öz köməkliyini göstərə bilərlər. Yəni Rəman müəllimin belə deyək, WhatsApp qrupuna qoşula bilərsiniz. Yəni WhatsApp qrupu da pulsuzdur. Orada müzakirələrdə yəni bir müəllim kimi köməklik eləyəcəm, arxayın olun. İndi isə keçək suallarımıza. Yəni suallar belə deyək, ilk olaraq toplanılmasına aid suallar yazıram. Toplanılması. Toplanılmasına aid biraz da kiçik yazacağım ki, yəni tam çatsın. Tutaq ki, birinci tapşırıq. Yazıram. 7 tam üzərinə gəlsin 5 tam 23-də 1. İkinci tapşırıq. 8 tam 3-də 1 üzərinə gəlsin 4 tam. Daha sonra üçüncü tapşırıq. 14 tam 7-də 1 üzərinə gəlsin 9. Dördüncü tapşırıq. 21 üzərinə gəlsin 6 tam 7-də 1. Bu şəkildə üzrlü sayın, yəni videonu saxlamalı oldum. Yəni videonu ona görə saxladım ki, bu dərs keçəcəkdim, o yazıb ona görə. Deməli 14 tam üzərinə gəlinsin 8 tam 3-də 1. Bu 5 tapşırıq beləncə. Daha sonra toplanılmasına aid başqa bir nümunə yazaq. Deməli 6-cı tapşırığa baxaq. 6-cı tapşırıqda belə bir sual yazıram. Deməli izah elədiyim qayda ilə bayaqlarım. 12 tam 17-də 3 üzərinə gəlinsin 15 tam 17-də 1. Daha sonra 7-ci tapşırıq. 13 tam 6-da 1 üzərinə gəlinsin 12 tam 6-da 5. Daha sonra 8. 14 tam 9-da 1 üzərinə gəlsin 17 tam 3-də 9-da tutaq ki, yenə 1. Həmin qayda ilə. Daha sonra deməli 9-cu bir dənə hazırlıq keçdiyim zəhmət olmasa saxlamalı olacaq. Bir dəqiqə ona mən onun yazım ən azından. Deməli 21 tam 17-də 12 üzərinə gəlinsin 12 tam 17-də 3. Bu şəkildə deməli silirəm. Yəni sizə bu ekranı skrin eləyib ya da saxlaya bilərsiniz. 10-cu sualımız, yəni eyni məxrəcliyə aiddir. 14 tam 17-də 15 üzərinə gəlsin 16 tam 17-də 41.
Bunları toplayacaqsınız. Yəni düzgün kəsirə gətirib tamları izah eləmişəm. Diqqətlə qulaq assaz yazacaqsınız. 11, 18 tam 10 3-də 15, üzərinə 18 tam 13-də 11 tutaq ki, üzərinə gəlsin 19 tam 13-də 10 olsun. 12-ci sualda isə indi isə mürəkkəb, yəni tamlı və kəsirlərlə baxaq. Yəni bu şəkildə 4 tam 20-də 11 üzərinə gəlinsin 7 tam 20-də 17. 13-cü sualımızda isə 8 tam 30-da 17 üzərinə gəlinsin 9 tam 30-da 13. Bu tapşırıq bura qədər. Daha sonra 14-cüdə isə 14-15-ci tapşırıqlar da bundan eləyək. 7 tam 41-də 7 üzərinə gəlsin 8 tam 41-də 13. 9 tam 32-də 7 üzərinə gəlsin 10 tam 32-də 23. İxtisar gedirsə ixtisarlarınızı aparacaqsınız. Bu şəkildə. İndi isə biraz da başqa misallar yazaq. Biraz nisbətən çətin yazaq. 16-cı sual. 16-cı sualda isə deməli biz necə yazaq? 16-cı sualın məxrəcləri müxtəlif kəsirlər. 12-də 7 üzərinə gəlinsin 15-də 11. 15-də 11. 17-ci sual yazıram. 18-də 7 üzərinə gəlinsin 21-də 5. 18-ci sualda yazıram. 40-da 23 üzərinə gəlinsin 25-də 11. 19-cu sualda yazıram. 50-də 17 üzərinə gəlinsin 25-də 13. Daha sonra 20-ci sualda yazıram. 28-də 19 üzərinə gəlinsin 42-də 11. Daha sonra 21-ci sualı yazıram. 21-ci sualda 50-də 17 üzərinə gəlsin 30-da 19. 22-ci sualı yazıram. 45-də 13 üzərinə gəlinsin 55-də 14. Daha sonra yenə bu hissələr sizdə var. Siz videonu saxlayıb baxa bilirsiniz. Daha sonra birində yazıram. Yazıram ki, bilmədim 20-ci sualı da səhv eləmirəmsəm. 14-də indi 4 tam 14-də 11 üzərinə gəlsin 5 tam 21-də 1. 21-ci sualda 6 tam 12-də 3 13 olsun. 13 də olmasın. 6 tam 22-də 13 üzərinə gəlsin 7 tam 14-də 8. 22-ci sualda 4 tam 18-də 7 üzərinə gəlsin 5 tam 21-də 9. 23-cü sualda 6 tam 12-də 5 üzərinə gəlsin 7 tam 42-də 6. 24-cü sualda bəzən elə kəsirlər var ki, onlar ixtisar olunurlar, ixtisar eləyib bölün. Yəni 6 ilə 42 6-ya ixtisar gedir, 7 tam 7-də 1 yazın ki, kəsir böyüməsin. Ona görə bunu verin. 24-də 9 tam 10 8-də 13 üzərinə gəlinsin. Daha sonra üzərinə gəlinsin 21-də 7. 25-ci sual 12 tam 15-də 3 üzərinə gəlinsin 17 tam 17-də 6-ya. 21-də digərini yazmamışım. 21-də 3-dür. Videoya görə problem yaranıb orada. Yerlə əlaqədar.
25-ci, 26-cı sualı da yazıram, kifayətdir. 18 tam 42-də 25 üzərinə gəl 14 tam 54-də 13. Bu kəsrləri toplamaq, yəni toplayıb yazarsınız. Mənə ata bilərsiniz, kağızda yoxlaya da bilərəm. Daha sonra indi isə adi kəsrlərin çıxılmasına aid. Adi kəsrlərin çıxılması. Aha. Adi kəsrlərin çıxan zaman biz deməli belə deyək, nədən istifadə edirik? Adi kəsrlərin çıxılması zamanı. Adi kəsrlərin çıxılması zamanı bir neçə tapşırıq üsullarını öyrətmişdim. Gəlin indi onlardan birinci tapşırıq, indi toplamasına aid bitdikdən sonra çıxılmasına aid də mən sizə izah edəcəm. Çıxılmasına aid belə bir şey yazıram. 5 tam çıxılsın 3 tam 12-də 1-ə. İkinci 3, 4 və 5. 6 tam 3-də 1 çıxılsın 2 tam. 8 tam 7-də 5 çıxılsın 6 tam. Daha sonra 12 tam 13'də 1 çıxılsın 26. Daha sonra 19 tam çıxılsın 17 tam 146'da 15. 146'da 15. 6-cı suala baxıram. 6-cı sual. 14 tam 23'də 17 çıxılsın 13 tam 23'də 6'ya. Daha sonra 7-ci sual. 18 tam 19'a 15 çıxılsın 7 tam 19'a 7. Daha sonra 8-ci sual. 8-ci sualda belə yazarıq. 16 tam 27'də 27'də 17 çıxılsın 11 tam 27'də tutaq ki yazıram 8. Aha. 9-cu sualda. 9-cu sualda müxtəlif məxrəcli kəsrlər üçün 15 tam 15'də 11 çıxılsın 12'də 5. Daha sonra 10-cu sualda yazıram. 18 tam 18'də 13 çıxılsın 15'də 1. Daha sonra 11-ci sualda 24'də 17 çıxılsın 28'də 9'a. 12-ci sualda 14'də 11 çıxılsın 16'da 5. 13-cü sualda 18'də 17 çıxılsın 24'də 11. Və s. Bura qədər. İndi isə tamla olan ki 14, 14'də 5 tam 12'də 1, 11 çıxılsın 4 tam 18'də 3. 15-ci sualda 6 tam 24'də 12 çıxılsın 4 tam 3'də 1. 16-cı sualda 18 tam 7'də 5, 17'də 5 çıxılsın 13 tam 19'a 1. 17-ci sualda 26 tam 32'də 17 çıxılsın 14 tam 44'də 13. 18-ci suala baxaq. 18 44 tam 12'də 10 çıxılsın 34 tam 15'də 7'yə. 19-cu sualda 26 tam 26'da 11 çıxılsın 24 tam 14'də 7. 20-ci sual 4 tam 11'də 10 çıxılsın 3 tam 11'də 12'də 5.
Bu tapşırıqları yazıb hesablamaq lazımdır. Bu şəkildə, yəni bugünkü dərsimiz bu qədər. İmkan daxilində tapşırıqları yazın, yəni tapşırıqlar yaddan çıxmasın, tapşırıqları yazın, yoxlayaq. O oldu. Növbət dərslərimizdə olacaq. Buraxılış imtahanına, blok imtahanına hazırlaşan abituriyentlər, həmçinin şagirdlərimiz, 9-cu sinifdə oxuyan şagirdlər bu dərslərdən istifadə edə bilərlər. Oldu. Təşəkkür edirəm. Hər birinizə diqqətinizə görə çox sağ olun. WhatsApp qrupumuza da qoşulub qrup müzakirələrində də iştirak edə bilərsiniz. Təşəkkür, çox sağ olun.